Salam. Bu videoda Demidoviçin Riyazi Analizdən Məsələlər və Misallar kitabından bir məsələnin həllini verəcəm. Məsələnin şərtini görürsüz. Bu bərabərliyi ispat eləmək tələb olunur. Deməli, ispat eləməliyik ki, limit 1 bölünsün n'inci dərəcədən n faktorial n sonsuzluğa yaxınlaşanda sıfıra bərabərdir. Bunu ispat eləməliyik. İndi belə bir teoremdən istifadə eləyəcəm. Deməli, ardıcıllığın limitinin bərabərsizliklə bağlı xassəsi var. Bir çox xassəsi var, onun birindən istifadə eləyəcəm. Deməli, biz bilirik ki, bu ardıcıllıq 1 bölünsün n'inci dərəcədən n faktorial kök altında bu sıfırdan böyükdür. İndi mən bir ardıcıllıq tapacağım. Burada bir ayın ardıcıllığı deyim, tapacağım bunu. Hansı ki o ayın ardıcıllığının limiti sıfır olacaq. Və artıq elə bir ardıcıllığın göstərsəm, deməli bu sıfıra yığılır. Bu da sıfıra yığılır. O zaman məcburən bu da sıfıra yığılacaq. Buna bəzən iki polis milisioner haqqında teorem də deyirlər. Yəni bu sıfırla ayın bölməyə gedirsə, məcbur ortadakı da bu. Elə bir ki, sıfırla ayın polislərdir. Bu ortadakı da cinayətkar da olar. Bölməyə gedirsə, cinayətkar da bölməyə gedəcək. İki polis milisioner haqqında teorem də deyirlər. Bu faktdan istifadə eləyəcəm. İndi elə bir ayın ardıcıllığı tapacağım indi. İspat edəcəm ki, elə bir ayın ardıcıllığı var. Bilirik ki, belə bir bərabərsizlik doğrudur. İxtiyari n NATO ədədi üçün. Deməli, 1 plus 1 böl n üstündə n bu 3-dən kiçikdir. Bu faktı bilirik. Bunu ispat edə bilərsiniz. Newton binomu ilə açanda əslində 1 plus 1 böl n üstündə n ardıcıllığının yığıldığı o cür ispat olunur. Bu bərabərsizlik ispat olunur. Bir də ispat olunur ki, bu ardıcıllıq monoton artandır. Və Weierstrass teoreminə görə monoton artan və yuxarıdan məhdud ardıcıllığın limiti var və onun limitinə də y ədədi deyirlər. Mən bu qırmızı çərçivəyə aldığım bərabərsizlikdən istifadə edəcəm. O ayrıca bir məsələdir, amma məlum bir faktdır. İndi belə bir lemma yazım. Lemma. Bu lemmanı köməkçi bir faktdır. Bunu ispat edəcəm və onunla da məsələ həll olmuş olacaq. İspat edəcəyik ki, ixtiyari n NATO ədədi üçün n faktorial böyükdür n böl 3 üstündə n. Bunu ispat edəcəm. Bunu ispat etsəm artıq məsələ həll olmuş olacaq. Deməli, n'inci dərəcədən n faktorial, hər tərəfdən n'inci dərəcədən kök alsaq, n böl 3-dən böyük olacaq onda, lemmaya görə. Və bunu tərs çevirsək, 1 bölünsün n'inci dərəcədən n faktorial kiçikdir 3 böl n olacaq. Və bunun da sıfırdan böyük olduğunu bilirik. Buradan ispat olunur ki, deməli bu ardıcıllığın limiti sıfırdır. Deməli, əgər mən lemmanı ispat etsəm, artıq məsələ həll olmuş olacaq. N gedəndə müsbət sonsuzluğa bu olacaq sıfır. Bunu ispat edəcəm indi. Lemmanı ispat etsək, artıq məsələ həll olmuş olacaq. Lemmanın isbatı. Lemmanın isbatı. Riyazi induksiya metodunu tətbiq eləyəcəm. N NATO ədədi ilə bağlı bir faktdır. Riyazi induksiya, mən ona qısaca RIM deyirəm. Riyazi induksiya metodu. RIM tətbiq edək. İndi birinci başlanğıc addım. Başlanğıc addım nə deməkdir? Yəni, n bərabər 1 olanda doğruluğunu ispat edək. N bərabər 1 olarsa, 1 faktorial böyükdür 1 böl 3 üstündə 1. Bu da doğrudur, təbii ki. İkinci, induksiyon keçid. Induksiyon keçid.
Bu riyazi induksiya metodunu ədədlər nəzəriyyəsi adlı dərsimdə izah etmişəm. İlk 2 dərs riyazi induksiya metodudur. Əgər riyazi induksiyanı ilk dəfə görənlər oradan baxa bilərlər. İnduksiyon keçid. Yəni n üçün doğrudursa n plus 1 üçün doğrunu ispat edəcəyik. N üçün doğrudursa n plus 1 üçün doğru olduğunu ispat edək. Doğru olduğunu ispat edək. Yani n faktorial böyükdür n böl 3 üstündə n olarsa n plus 1 faktorial böyükdür n plus 1 böl 3 üstündə n plus 1 olduğunu göstərək. İndi, yani bir sözlə burada biz nə demək istəyirik? Bunu fərz et, bunu ispat et. Bunu ispat et. İndi n plus 1 faktorial bərabərdir. Bunu n faktorial vurulsun n plus 1 yaza bilərik. İndi induksiyanın fərziyyəsini tətbiq eləmək lazımdır. Biz n faktorial böyükdür n böl 3 üstündə n olduğunu bilirik. Vurulsun n plus 1. Yazdım bunu. İndi n böl 3 üstündə n. Vur n plus 1. Əgər bunun da, burada sual işarəsi qoyuram. Hələ bunun doğru olduğunu tam bilmirik. Bunun da n plus 1 böl 3 üstündə n plus 1'dən böyük olduğunu ispat etsək artıq iş bitdi. Baxaq görək bu bizə nə verəcək? Deməli bunu n böl n üstündə n bölünsün 3 üstündə n yazaq. N plus 1'in bir dənəsini ixtisar eləyirəm. Burada n plus 1 üstündə n bir dənəsi ixtisar oldu. Burada da 3 üstündə n plus 1. Buradan nə alınır? Buradan alınır ki, deməli n plus 1 üstündə n bölünsün n üstündə n kiçikdir 3. Bu nə deməkdir? Bu da deməkdir ki 1 plus 1 böl n üstündə n kiçikdir 3. Və bu sonuncu da doğru bərabərçilikdir. Bunu yuxarıda qeyd etmişdim. Düzbucaqlı çərçivəyə baxın, qırmızı. O məlum faktdır. Deməli, lemma ispat olundu. Bir sözlə məsələdə həll olundu. Deyilən fakt ispat olundu. Növbəti videoda görüşərik. Sağ olun.